Lazımsız bütün əşyaları atıb evi tərtəmiz etdiyimiz vloquma xoş gəldiniz. Təmizliyə ilk olaraq öz yataq otağımdan başlayıram. Mən adətən sevirəm ki, təmizlik edəndə evdə heç kim olmayan vaxtı təmizliyimi rahat-rahat edim. Amma bu dəfə özüm müşfiq evdə olmuşkən yataq otağımızı təmizləmək istədim ki, bu döşəyin matrasını, altındakı dəmiri falan çıxardım ki, mən alt hissəsini yaxşı-yaxşı təmizləyə bilim. Çünki belə tam dərindən təmizləməyəndə kənarlarını nə qədər təmizləsəm də elə bilirəm ki, yenə də çirklidir. Ki onsuz da çıxan toza baxanda evləri təmizləyəndə 2 mərtəbə olduğuna görə, yəni hər 2 mərtəbəni təmizləyib bitirəndə belim ağrır. Belim ağrırsa bilirəm ki, evlər tərtəmizdir. Çünki normalda bir mərtəbəni təmizləyirəm, sonra keçirəm digər mərtəbəyə. Digər mərtəbəni də təmizləyirəm, sonra məsələn ikinci mərtəbəyə çıxmaq istəyəndə birinci dağılmış olur. Yəni ikisi eyni anda tərtəmiz olmur hər saat. Amma indi inşallah eləyəcəm. Çünki birinci mərtəbə artıq hazırdır, ikinci mərtəbəyə çatmışam. Neysə, işə qoyulaq. Əvvəlcə birinci mərtəbədə olan bütün otaqları tozduranlayıram ki, sonra rahat-rahat silməyə keçə bilim. Başlayıram evləri silməyə. Belə Arab sabunu qatıram isti suyun içərisinə. Biraz da sirkə qatacağam. Bu nədir? Üzüm sirkəsini qatacağam biraz da. Tez evləri silim, sonra da hamama keçim. Təxminən bu qədər də atıram. Həm yerlər təmiz olur, həm də ki, evi pis enerjilərdən təmizləyir. Düşünürəm ki, bu bütün uşaqlı evlərdə belədir ki, biz analar nə qədər işləsək də evdəki ev işləri bitmək bilmir. Mən artıq evin dağınıq olmasını, oyuncaqların hərəsinin bir tərəfdə olmasını normal hal olaraq qəbul etmişəm və buna görə çox əsəbləşmirəm. Əvvəllər inanırsınız ki, özümə o qədər əsəbləşirdim, özümü o qədər danlayırdım ki, sonradan gördüm ki, bu evdə 2 bala böyüyür və bunun olması normal bir haldır. Əsas olan isə evin təmiz olmasıdır. Bilirəm ki, vaxt gələcək artıq ortada onların oyuncaqları olmayacaq. Nəyi hara qoydumsa orada da qalacaq. Çünki artıq onlar böyümüş olacaqlar və ona görə də bu vaxtlarının qədrini bilmək lazımdır. Mənim fikrimcə əsəbi görünən analar əslində heç vaxt uşaqlarına əsəbi olmurlar. Onların əsəbi olduqları, heç dəstək görmədikləri, onlara heç kömək olmayan həyat yoldaşları və ya yaxın ətraflarıdır. Axı bizdə belədir, qadınsansa, anasansa hər şeyi sən etməlisən. Qızlar, deyirəm ki, birbaşa iş görməyə nə var ki? Bir də var belə iş görəndə, nə bilim, gəl yemək pişir, gəl uşağa bax, gəl onu elə, gəl bunu elə. Hələ üstə gəl də. Bunlarla bir yerdə çəkiliş də elə. Adamın işi 1-ə 1000 qat artır. Nəysə Allah güc qüvvət versin, hamısını eləyək. İndi dedim ki, kələm dolması bişirim. Çünki tez bazar olsun. Çox vaxt almasın. Ümid edirəm ki, tez bazar olar. O soğan doğramaq üçün fırlanılan olur. Ondan almışdım. Daha doğrusu var idi çoxdan. O baş hissəsi qırılıb. İndi təzəsini almaq istəyirəm. Sırf ondan tapa bilmirəm də, məndə olandan tapa bilmirəm. Məcburam ki, soğanı da əlimdə doğrayım. Neçə vaxtı soğanı əlimdə doğramıram deyə artıq soğanı elə bil əlimdə doğramağı unutmuşam. O aparat çox rahat idi. Suyu da qoyum, qaynasın. Kələm dolmasını bişirim, qoyum üstünə. Ondan sonra evləri silim, evləri tozduranladım, pəncərələrin falan tozlarını aldım. Hələ ki qapılar qalıb, nə bilim şüşələr qalıb, belə şeylər qalıb hamısı. Onları eləməmişəm. Sadəcə dediyim kimi, bunu da bunun gözünə qataq. Sadəcə dediyim kimi, əsas tozduran işi yığışdırmaq üçün bunları bitirmişəm. Paltarlar yuyulub. Çıxartmışam, maşından çıxartdım indi ikinci resi yulanı. Amma hələ onları da sərməmişəm, yulanları qatlamamışam. Bir də yuxarıda bir sürü paltar var ütülənəsi. Bəlkə onu da bir vlogda ütüləyərik. Ola bilər məncə. Bu arada mən vlog çəkməyə başlayandan bəri yaxınlarımdan da belə vlog çəkmək istəyənlər olduqlarını deyənlər olur. Həqiqətən çox sevinirəm ki, nə yaxşı ki mənə baxıb məndən motivasiya alırlar. Deyirlər ki, biz də istəyirik. Və bəziləri deyir ki, bilirəm ki, aranızda sizin də bu videonu izləyənlərdən, yəni məni tanımayanlardan da aranızda belə insanlar var ki, videoya başlamaq istəyir, çəkilişə başlamaq istəyir, amma düşünür ki, yox, hələ ki telefonumun markası yaxşı deyil. Ya nə bilim, hələ ki evimin orasını düzəldim sonra, buranı düzəldim sonra. Qızlar, yəni bir şeyə başlamaq istəyirsinizsə, qızlar və ya bəylər, əsasən mənim qızları izləyir, ona görə qızlar deyirəm. Başlamaq istəyirsinizsə, hər şeyin düzəlməsini gözləməyin. Məsələn, mənim rəfiqəm tort işinə başlamaq istəyirdi, tort bişirmək istəyirdi, amma başlamırdı. Deyirdi ki, qoy uşaqlar biraz böyüsün, qoy bu biraz belə olsun, qoy. Yəni dedim ki, sən o zamanı gözləsən, hər şeyin düzəlmə, hər şeyin rahat olma zamanını gözləsən, o zaman gəlib çatmayacaq. Çünki insanın həmişə bir şeyə başlamamaq üçün bəhanəsi olur ki, qoy o olsun sonra, qoy bu olsun sonra və beləliklə ertələmiş oluruq. Şəxsən mənim
Mən təbii ki, bunda özümdə necə deyirlər, müşahidə edib deyirəm. Özümdə təcrübə elədiyim bir şeydir ki, mən həmişə bir şeyə mən məsələn vaxtında başlasaydım istədiyim şeylərə, bəlkə də indi çox daha irəliləmişdim və insanların məsələn bu platformada istər digər platformada az olduğu, hələ tez-tez başladığı zamanlarda başlayanda şans daha yüksək olur. Amma təbii ki, yenə də nə vaxt istəsəz başlaya bilərsiniz. Heç nə üçün gec deyil. Hərənin fərqli aurası var, hərənin fərqli izləyici kütləsi var. İnsanlar da məsələn eyni o çox izləyicisi olan blogerlər olsun, youtuberlər olsun, artıq onları izləməkdən sıxılırlar. Yəni hər zaman yeni bir üzə, yeni bir simaya ehtiyac var. Və düşünməyin ki, ay mən rayondayam, kənddəyəm və yaxud da Bakıdayam, amma evim belədir, amma telefonum belədir, ay işığım yoxdur. Bunlar hamısı inanın ki, bəhanədir. Vaxtında başlayın. Çünki mən özümdə bu səhvi eləmişəm dediyim kimi. Ona görə sizə belə deyirəm. Hə, rəfiqəm danışırdım. Mən də belə sözü danışırda sözün birini orada qoyub keçirəm o birisinə. Rəfiqəm bax dediyim kimi mən onu zorla başlatdım. İnanırsınız 2 dənə körpə uşaqla maşallah olsun. 2 körpə uşaqla heç bir köməyi yoxdur, amma başladı tort işinə və çox da uğurludur. Və heç bir kursa falan getmədən özü öyrənib, çünki onda o həvəs var idi, o qabiliyyət var idi. Sadəcə özünə biraz güvənmirdi. Deyirdi, yox mən alındıra bilmərəm, mən eləyə bilmərəm. Uşaqlarla necə olar? Yox, hardan müştəri tapacağam deyirdi. Amma həqiqətən də paylaşımlarına da başladı. Telefonunda heç çəkilişi, heç elə də gözəl bir çəkilişi yoxdur. Yəni elə bir estetik bir güşəsi də yoxdur ki, orada qəşəng tortun şəklini çəksin. Amma hər şeyə rəğmən başladı və maşallah olsun ki, artıq sifarişləri çatdıra bilmir. Sifarişlərin bəzilərini heç çox vaxtı qəbul eləmir, çünki uşaqla çatdırıb alındıra bilmir. Yəni ki, bir şeyə başlamaq istəyirsinizsə, vaxtında başlayın, gec olmadan başlayın. Gözləməyin nə isə. Gözləyəndə o vaxt gəlmir. İndi fərqinə vardım ki, bizdə nanə qurusu həqiqətən çox istifadə olunur. İnanırsınız, yaş nanə var, onun elə dadı çıxmır. Amma rayonun quru nanəsi o qədər qəşəng olur, qoxulu. Bildiyiniz kimi, bilməyənlər üçün deyim, mən Tərtər rayonundanam. Oradan anam mənim üçün göndərir, həqiqətən qoxusu çox gözəl olur. Amma buradan aldıqlarınız bilmirəm necə olursa, qoxu gəlmir. Yeməyin içinə elə bir heç nə qatmamışam da, amma mən çox sevirəm nanə qurusunu. Həm də faydalı deyə göyərtini ümumiyyətcə sevirəm və yeməklərdə də istifadə edirəm. Əvvəl dolmanın falan içinə göyərti qatmırdım və yaxud da çox az qatırdım. Dadını sevmirdim, dadı o dərəcə xoşuma gəlmirdi. Sonra gördüm ki, böyüklərdən gördüm də onu. Gördüm ki, bunlar içərisində bayağı bir göyərti qatırlar və çox dadlı olur. Düşündüm ki, elə bu yeməkləri dadlı eləyən, bu dolmanı falan dadlı eləyən elə bunun göyərtisiymiş. Mən elə bildim ki, tam əksidir də. Gördüm, yox, elə göyərti dadlı eləyirmiş. Ondan sonra qəşəng göyərtilərini qatırım. Siz də qatın, tövsiyə eləyirəm. Bir dənə çay içsəm çox yaxşı olacaq. İndi burada su qoymuşam qaynasın. Kələmi burada qaynadım. Burada isə yağı əridirəm. Yağımız da artıq bitir demək olar ki. Altı söndürüm, əridi artıq. Deyirdim, bir dənə çay içərdim, amma deyəsən çatdıra bilməyəcəm. Yağımız. Bu arada videomu izləyənlərdən xahişim odur ki, kanalıma abunə olun, rəy yazın və bildirişləri açın ki, mən yeni video paylaşanda sizin qarşınıza çıxsın. Mən belə baxıram ki, videom 2 hissədən ibarət olacaq təmizlik vlogumuz. Ola bilsin ikinci hissədə elə yolkanında birlikdə qurarıq. Dolmaları belə bükdüm, kələm qalmadı. Biraz çox töküm qoy suyunu, qəşəng pişsin. Bu boyda da ətdən qaldı. Qızlar, sonunda evlərdə sildim, işlərim demək olar ki, bitirib. Belə göstərim, yeməyimiz də hazırdır. İndi uşaqları yedizdirəcəm. Bəlkə özüm də yeyərəm. Belə. Uşaqları yedizdirirəm, uşaqları yedizdirim. Sonra keçim digər işlərəm. Bebe su soydu. Soyuq gəldi. Soyuq. Can, üşüdün. Oynan qubum. Baxım əllərinə. Ne gecəksən?